baby one more time. Buradakı hit me nə deməkdir? Yox, vurmaq deyil. Bunu ağlımızdan çıxardırıq. Buradakı hit me zəng etmək mənasındadır. Necə demişdik? Hit me up. Mənə zəng et. Hit me baby one more time. Türklər demiş, bebeğim, körpəm, mənə bir dəfə daha zəng et. Bəs niyə bacımız belə deyir? Çünki bu mahnı əslində sevgilisindən ayrılan və peşmançılıq çəkən qızdan bəhs edir. Daha sonra deyir ki, my loneliness is killing me. Mənim tənhalığım məni öldürür. Növbəti dəfə deyir ki, I must confess I still believe. İtiraf etməliyəm ki, hələ də inanıram. Nəyə inanır? Gələcəyinə inanır. Amma inanma bacı, gəlməyəcək.